Salam əziz izləyicilər. Kanalımı izləyib dəstək olan hər kəsə minnətdaram. Bu gün şokolad dadında yaş keks bişirəcəm. Beləliklə başlayaq. Onu qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Otaq temperaturunda olan 4 yumurtanın üzərinə 1 paket vanil, 1 stəkan şəkər tozu əlavə edib mikserin orta sürətində çırpıram. Hazır qatlığa gəldikdə 1 stəkan süd, soyuq və ya ilıq olması fərq etməz. 1 stəkan duru yağ əlavə edib qarışdırdıqdan sonra ələkdən keçirdiyim 1 stəkan un, 3 xörək qaşığı kakao, 1 paket köpürtmə tozunu kütləyə əlavə edib spatulanın köməyi ilə aşağıdan yuxarıya doğru gördüyünüz qayda ilə qarışdırıram. Kərə yağı ilə hər tərəfli yağlanmış şüşə qaba töküb, öncədən isidilmiş sobada 200 dərəcədə 30 dəqiqəyə bişib hazır olur. Sobaya görə bişmə dərəcəsi və müddəti dəyişə bilər. Keksin bişmə sürəcində sobanın ilk 20 dəqiqə ağzı açılmamalıdır, əks təqdirdə keks köpməyə bilər. İndi isə üzərinə tökəcəyimiz kakaolu sosu hazırlayaq. Bunun üçün 1 stəkan yarım şəkər tozu, 1 paket vanil, 2 xörək qaşığı kakao, 2 xörək qaşığı ovulmuş şokolad və ya damla şokolad, 2 stəkan yarım süd, yarım stəkan duru yağ lazım olacaq. Sadalanan ərzaqları çırpıcı ilə topaq qalmayana kimi qarışdırıb orta odda bişiririk. Qaynara çıxma həddinə gəldikdən sonra kənara qoyuruq. Keksin tam bişməsinə əmin olduqdan sonra hazırladığımız şokolad tərkibli sosu keksin üzərinə yarı hissəsini əlavə edib, digər hissəsini isə ocaq üzərində qatılaşıb gördüyünüz hala gələnədək qaynadırıq. Lazım olan qatlığa gəldikdə isə isti-isti keks üzərinə bərabər şəkildə tökürük. 2-3 saat soyuducuda gözlətdikdən sonra çayla servis edə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videolardan xəbərdar olmaq üçün kanalıma abunə olmağı unutmayın.